Salam əziz şagirdlər, bugünkü mövzumuz Azərbaycan dilindən hal şəkilçisi qəbul etməyən isimlər. Əziz şagirdlər, əvvəlcə tapşırığımızın şərtinə baxın. Fərqləndirilmiş sözlər ismin hansı hallarında işlənir? Gəlin sözlərə diqqət edək. Qürbət görməyən adam vətən qədrini bilməz. Vətən borclu deyil, biz borcluyuq vətənə. Biz vətən seçmirik, vətən bizi seçir. Gəlin diqqət edək, bunlar ismin hansı hallarındadır. Və gördünüz ki, bu cür sözlər, yəni vətən sözü bütün cümlələrdə şəkilsizdir. O zaman biz buna adlı hal deyək, yoxsa bu digər hallarla da, yəni qeyri-müəyyən yəlik və yaxud da qeyri-müəyyən təsirlik hal ola bilər. Gəlin diqqət edək. Deməli, əziz şagirdlər, biz də burada diqqət etsək görərik ki, bizim birinciyə variantımız C variantıdır. Çünki orada qeyri-müəyyən yəlik haldır. Vətən qədrini, yəni vətənin qədrini. İkincidə isə uşaqlar A adlı haldadır. Biz görürük ki, vətən borclu deyil. Burada vətən adlı haldadır. Üçüncüdə isə diqqət edin. Görürük ki, qeyri-müəyyən təsirlik var, hal və adlı haldadır. Biz vətən seçmirik, yəni vətəni seçmirik. Deməli, qeyri-müəyyən təsirlik hal daha çox feillərin qarşısında gəlir. Əziz şagirdlər, adlı hal, qeyri-müəyyən yəlik hal və təsirlik halı necə fərqləndirə bilərik? İsmin adlı, qeyri-müəyyən yəlik və qeyri-müəyyən təsirlik halının xüsusi şəkilçisi yoxdur. Bu halları fərqləndirmək üçün kontekstə diqqət etmək lazımdır. Əvvəlcə bunu bilməliyik ki, adlı halda işlənən söz cümlədə əsasən subyekti, hərəkətin icrasını bildirir. Məsələn, idmançı qızıl medal qazandı. Burada artıq bizim subyektimiz idmançıdır, qazandı hərəkətdir, obyekt isə qızıl medal. Uşaqlar, diqqət edib görərik ki, istənilən bir yanında şəkilçi olmayan sözü biz adlı hal deyə bilmərik. Gəlin indi növbəti nümunəyə biz diqqət edək. Qeyri-müəyyən təsirlik halda işlənən söz obyekt bildirir. Deməli, adlı halda olan subyekt qeyri-müəyyən təsirlik halda isə obyekt bildirir. O kitab oxuyur. Burada da kitabı diqqət etsək görərik ki, adlı hala bənzəyir. Amma feillərin qarşısında gəldikdə və obyekt bildirdikdə, deməli, bu olacaq qeyri-müəyyən təsirlik hal. Qeyri-müəyyən yəlik hal həmişə ismi birləşmənin birinci tərəfi olur. Məsələn, dəniz havası. Uşaqlar, diqqət etsək görərik ki, burada hava sözün köküdür, s bitişdiricidir, I isə mənsubiyyət şəkilçisidir. Deməli, qeyri-müəyyən yəlik hal adətən mənsubiyyət şəkilçili sözlə bir yerdə işlənir. Qeyri-müəyyən yəlik və təsirlik hallarda işlənən sözlərə çox vaxt müvafiq hal şəkilçilərini artırmaq olur. Məsələn, biz diqqət edək, bulağın suyu sərindir. Burada diqqət edirik uşaqlar. Deməli, biz bulaq suyu da deyə bilirik, bulağın suyu da deyə bilirik. Bulaq suyu dedikdə qeyri-müəyyən yəlik hal, bulağın suyu dedikdə isə müəyyən yəlik hala çevrilir. Uşaq südü içir. Bax, bu hissədə də görürük ki, biz uşaq süd içir, uşaq südü içir. Süd içir dedikdə burada qeyri-müəyyən təsirlik hal, südü içir dedikdə isə müəyyən təsirlik hala keçir. Tapşırıq B. Cümlələrdə altından xətt çəkilmiş isimlər hansı haldadır? Əziz şagirdlər, diqqət edək. Deməli, kitab bilik mənbəyidir. Burada birincidə biz görürük ki, kitab hansı haldadır? Adlı halda. Bilik mənbəyidir sözündəki bilik sözü isə qeyri-müəyyən yəlik haldadır. İnşaatçılar burada körpü tikirlər. Deməli, feilin qarşısında gəldikdə, obyekt bildirdikdə, burada artıq körpü nə olacaq? Qeyri-müəyyən təsirlik hal. Uşaqlıq xatirələri əziz olur. Söz birləşməsi şəklindədir uşaqlıq xatirələri. Deməli, xatirələr sözündə mənsubiyyət şəkilçisi var. Dedik ki, ondan əvvəl gələn söz nə olacaq? Adlı hala bənzəyib, amma o adlı hal deyil. Çünki ikinci tərəfində mənsubiyyət işlənəcəksə, bu olacaq qeyri-müəyyən yəlik hal. Və zəng səsi məni yuxudan oyatdı. Burada da qeyri-müəyyən yəlik haldadır. Uşaqlar, 5-ci və 6-cını da nümunələr əsasında siz müəyyən etməyə çalışın. Növbəti tapşırığımızda isə
Hansı söz birləşmələrinin birinci tərəfinə yiyəlik hal şəkilçiləri əlavə etmək olar? Uşaqlar, diqqət edək. Qış fəsli, valideyn qayğısı, meyvə şirəsi, istirahət günü, kitab üzü və rəsm əsəri. Gəlin diqqət edək. Deməli, biz diqqət etsək görərik ki, valideyn qayğısını biz rahatlıqla valideynin qayğısı birləşməsinə çevirə bilirik. Deməli, burada müəyyən, qeyri-müəyyən yiyəlik halda olan sözü rahatlıqla müəyyən hala keçirdik. Və digərində meyvə şirəsi və növbəti isə kitabın üzü. Siz də bu cür sözləri özünüz müəyyən edib siyahını artıra bilərsiniz. Tapşırıq, Ç tapşırığı. Cümlələrdə qeyri-müəyyən təsirlik halda olan ismi müəyyən edin. Həmin ismin əvvəlinə o bu işarə əvəzliklərindən birini artırıb cümləni yenidən yazın. Deməli, biz bildik ki, qeyri-müəyyən təsirlik halda olan sözlər daha çox obyekt bildirir. Eyni zamanda feilin qarşısında gəlir. Bir qayda da oydu və onları daha doğru müəyyən etmək üçün biz onların əvvəlinə o bu işarə əvəzliyində artırıb onları dəqiq müəyyən edə bilərik. Nümunəyə diqqət edək. Sevdaya qələm verin. Sevdaya bu qələmi verin. Deməli, uşaqlar, bu sözünü artırdıqda hansı fərqi gördünüz? Gəlin diqqət edək. Gülay kitabxanadan kitab aldı. Polad yarışda medal qazanıb. Biz xalça toxuyuruq. Burada kitab, medal, xalça adlı hala bənzəyir. Amma diqqət edin, onlar onda hansı hal olacaq? Deməli, uşaqlar, biz onları o bu əvəzliklərini onların qarşısında işlətməklə onların hansı halda olduğunu müəyyən edəcəyik. Gülay kitabxanadan bu kitabı aldı. Deməli, artıq bu təsirlik haldır. Polad yarışda o medalı qazanıb, biz bu xalçanı toxuyuruq və bizə aydın oldu ki, hər birində kitabı, medalı, xalçanı, deməli, bunlar hamısı müəyyən təsirlik hala keçdi. Bu zaman, bax, bu dəyişikliyin baş verdiyini gördükdə artıq siz müəyyən edəcəksiniz ki, qeyri-müəyyən təsirlik halı o bu əvəzliklərini artırmaqla müəyyən edə biləcəksiniz. Tapşırıq D. Qeyri-müəyyən təsirlik halda olan ismi cümlənin əvvəlində işlədin. Gəlin diqqət edək. Aygün dostuna məktub yazır. Qeyri-müəyyən təsirlik halda olan isim cümlənin əvvəlində işlənir. Nümunəyə diqqət edək. Aygün dostuna məktub yazır. Burada məktub sözü qeyri-müəyyən təsirlik haldadır. Məktubu Aygün dostuna yazır. Uşaqlar, diqqət ediniz bu hissəyə. Deməli, artıq biz onları cümlənin əvvəlində işlətdikdə müəyyən hala keçir. Nənəm nağıl danışır. Gəlin şəkillərə də diqqət edək. Almanı səbətdən götürdüm. Kombayn taxıl biçir. Uşaqlar, bu birləşmələrdə də deməli biz təsirlik hallı sözləri cümlənin əvvəlinə keçirdik və o zaman qeyri-müəyyən təsirlik hal müəyyən təsirlik hala keçir. Yəqin ki, bu zaman hansı dəyişiklik baş verdi, siz də buna uyğun nümunələr müəyyən edə biləcəksiniz. Tapşırıq Y. Əvvəlki iki tapşırıqdan çıxış edərək qeyri-müəyyən təsirlik halda olan isimlə adlı halda olan ismi fərqləndirmək üçün qaydalar tərtib edin. Gəlin diqqət edək qaydaya uşaqlar. Deməli, birinci qaydamız qeyri-müəyyən təsirlik halda olan ismi cümlədə xəbərin yanından uzaqlaşdırdıqda həmin isim müəyyənlik bildirir. Məsələn, Aygün dostuna məktub yazır. Aygün məktubu dostuna yazır. Artıq qaydadan da, misaldan da bunu müəyyən etdiniz. İkinci qaydamız isə qeyri-müəyyənlik bildirən təsirlik halda olan ismin əvvəlinə o bu işarə əvəzliklərindən birini artırdıqda həmin isim yenə də təsirlik halın şəkilçisini qəbul edir. Məsələn, Günay qələm aldı, Günay bu qələmi aldı. Deməli, biz qaydalar əsasında müəyyən etdik ki, qeyri-müəyyən təsirlik halın əvvəlində o bu əvəzliyini işlətməliyik. Eyni zamanda qeyri-müəyyən təsirlik hal obyekt bildirir. Bir də qeyri-müəyyən təsirlik hal adətən feillərin qarşısında işlənir. Bununla mövzumuz sona çatır. Sağ olun əziz şagirdlər.